Salam dostlar. Bu günləri mən sizə mənə suallar ünvanlayırlar. Kimlər DevSecOps mütəxəssisi ola bilər? Bu gün mən sizə istəyirəm bundan danışım. Əslində bu günləri Container Security haqqında mən danışmalıydım və lablar eləməliydik. Mən düşündüm ki, bunu danışım sizlərə. Çünki bu daha doğru olar, həm də ki, kimlər ki DevSecOps üzrə mütəxəssis olmaq istəyir, bu haqqında daha ətraflı məlumatlı olar. DevSecOps mütəxəssis olmaq üçün nələri bilmək lazımdır? Əsas bacarıqlar, biliklər, sahələr haqqında ümumi baxış. DevSecOps biliklərinə malik olmaqdan ötəri proqramlaşdırma və ya skript bacarığı hökmən olmalıdır. Məsələn, belə deyim də sizə, siz Pythonda baş və baş skriptə yazmağı, yəni ki, normal yazmağı, yəni nə deyirəm advanced səviyyədə, nə deyirəm orta səviyyədə yazmağı bacarmalısınız. Yəni avtomatlaşdırmağı yazmağı bacarmalısınız. Sintaks oxuyub onu başa düşməlisiniz. Kod necə işləyir? Alqoritmlərdən anlayışınız olmalıdır. Çox da yüksək yox, hardasa anlayışınız olmalıdır. Onsuz da çıxan boşluqlara, kodlarda çıxan boşluqlara haqqında araşdıra öyrənəcəksiniz ki, ümumiyyətlə daha da dərin girəcəksiniz bu məsələyə ki, demək, code security-də bu işdə vacib məsələlərdən biridir. Bunu da bir dənə vurğulayım ki, baş skript yazanda da orada da təhlükəsiz yazmaq lazımdır ki, problemlər çıxmasın. Linux bilikləri olmalıdır. Yəni, əsas əmrlər və sistemi idarə etməkdən ötəri biliklər hökməndir. Hüquqlar, təhlükəsizlik prinsiplərini bilməlisiniz. Əsas əmrlər, Linux standart əmrləri var. Onları bilsəz sizə kifayətdir. Sistemləri idarə etməkdən ötəri lazımdır sizə bunu. Yəni, Linux sistemlərini idarə etməkdən ötəri vacibdir bunları bilmək Linux haqqında. Heç olmasa, belə deyək də, LPIC və RHCSA səviyyəsində bilsəniz, yəni bu sizə kifayət edər. Şəbəkə haqqında və şəbəkə təhlükəsizliyi haqqında biliklər hökmən olmalıdır. Çünki orada, yəni sizin bütün mühit hansısa bir şəbəkənin üzərində qurulacaq. Orada TCP/IP-dir, firewall-lardır. Burada qeyd eləmişəm, özünüzdə görürsünüz. VPN, şifrələmə, ümumi məlumat olmalıdır ki, yəni bunlar haqqında, şəbəkə hücumları haqqında məlumat olmalıdır. TLS, SSL, zəiflərin skan olunması, yəni ümumi bunlar haqqında məlumatınız olsa kifayət edir. Yəni, şəbəkələrin qurulmasıdır. Sonra çox da dərin yox, yəni ki, belə də orta səviyyədə bilsəniz, yəni ki, sizə kifayət edir. DevOps-un əsasları, məsəl üçün Jenkins, GitLab, CI/CD-lər haqqında bilsəniz, yəni orada Bitrise da var, orada GitHub Action da var, orada sonra nə var orada? Azure DevOps da var orada. Yəni ki, CI/CD-lər çoxdur, yəni. Sonra Infrastructure as a Code, Terraform, Ansible, infrastrukturun qurulması, infrastrukturların konfig olunması, avtomatlaşdırmaqdan ötəri bunları da bilmək vacibdir, həm də yaxşıdır. Konteyner texnologiyaları haqqında bilmək lazımdır. Docker, Kubernetes biliklərini yiyələnməlisiniz. Dockerin qurulması, orada Docker Swarm-un qurulması və yaxud da Kubernetes-in qurulması, master workerlərin qurulması, podlar necə işləyir orada, onların connectionları haqqında və konteynerlərin security, image scanning, onun haqqında da danışacağım sizə. Tətbiq təhlükəsizliyi, yəni tətbiq təhlükəsizliyi haqqında da danışım sizə. Burada SAS bilmək lazımdır. DAS, SCA, mən əlavə edeyim, Container Security, RASP bilmək lazımdır. IAST bilmək lazımdır. Burada da görürsünüz, qeyd olunub burada, fikir verin, diqqətlə. Qeyd olunub burada, yəni bunları da bilsəz, sizin üçün yaxşıdır. Yəni ki, hələlik SAS, DAS, SCA, Container Security və hətta deyərdim ki, Compliance as a Code, yəni ki, sizin Linux
əməliyyat sistemlərinizin hər birini, yəni belə deyək də, audit eləmək. Yəni bunu da bilmək lazımdır. İndi inşallah gələn dərslərimizdə biz Linux'u necə audit eləmək lazımdır, onu həm danışacağım və onun haqqında da lab sizinlə bərabər edəcəyik. Cloud təhlükəsizliyi. Cloud təhlükəsizliyi bilmək, əgər siz xarici bazarda işləyəcəksinizsə, hardasa, yəni ki, belə deyək, remote işlərdə işləyəcəksinizsə, yəni ki, DevSecOps vəzifəsində işləyəcəksə, orada sizə cloud təhlükəsizliyi vacibdir. Yəni AWS olsun, orada AWS olsun, Azure olsun, GCP olsun. Yəni bunların təhlükəsizliyi bilmək vacibdir. Yəni özünüzdə hər dəfə görürsünüz ki, hər hansı bir vakansiya paylaşanda, belə deyək, xaricilərdə, belə deyək də, remote iş üçün. Orada must olur. AWS, Azure, GCP. Üçündən birini bilmək və yaxud da ki, multi-cloud. Elə şirkət var ki, sən həm bilməlisən AWS, həm Azure, həm GCP. Yəni, ola bilər belə. Mənim qarşıma çıxmış ki, multi-cloud tələb edirdilər. Security alətləri, yəni DevSecOps-un security alətləri hansılardır, dostlar? Yəni ki, bunlar görürsünüz firmalarda, belə deyək, vendorlar, belə deyək də. Belə deyək, Snyk, SonarQube, Trivy və digərləri, Fortify olsun, Veracode olsun, Checkmarx olsun, mən də bilim, Synopsys olsun orada, SameGrep olsun və digərləri. Bunlar sizin gələcəkdə DevSecOps mütəxəssis olandan sonra bu, belə deyək, vendorlarla bərabər işləyəcəksiniz. İndi baxır sizin şirkətin hansını alacaqsa, onunla işləyə biləcəksiniz. Məsəl üçün, belə deyim də, məsələn, tutaq ki, məsəl üçün, Snyk deyirəm. Snyk həm dəstəkləyir SAST, SCA, Container Security, Infrastructure as a Code Security. Yəni ki, həm danışdığımız kimi əvvəlki dərslərdə SAST Open Source skan eləyir, yəni ki, kodlarınızı skan eləyir. SCA bizim kodlarımızın kitabxanalarımızı, lisenziyaları diqqət eləyir. Container Security bizim imiclərimizi securitysinə baxır. Yəni, DAS da bizim black box tərəfdən skan eləyir. Yəni, SAST həm də white box-dur, belə deyim sizə. Sonra təhlükəsizlik standartları hansılardır? OWASP, CIS Benchmark, NIST və ISO 27001 bilikləri olsa, yəni ki, kifayət edər. Sonra soft skills, komanda işi və effektiv ünsiyyət. Yəni bunlar, yəni belədir ki, yəni siz hər hansı bir belə deyək, boşluqlar tapırsınız və developerlarla mütəmadi olaraq communicationdasınız. Onlarla yazışmalarınız olur. Boşluqlar haqqında məlumat verirsiniz. Onlar da sizə hansı boşluqların fix olunub, olunmadığı haqqında məlumat verir və yaxud da fix olunur və onu siz yenidən check eləyirsiniz, yəni yenidən yoxlayırsınız və belə kommunikasiya yaranır. Buna soft skills nəzərdə tutulur. Yəni sırf komanda işidir. Yəni siz burada həm DevOps, DevSecOps, DevSecOps, DevOps və developerlər və sizin komandanızla bərabər onlar belə sıx işləməlidir. Çünki bu çıxan boşluqlar nə qədər tez həll olunarsa, developerlər tərəfindən və yaxud da DevOpslar tərəfindən həll olunarsa, sizin produkt daha tez, belə deyək də, işıq üzü görəcək. Yəni artıq produktu publish eləyə biləcəksiniz. Yekun olaraq sadəcə bir dənə kəlmə deyə bilərəm ki, burada belədir ki, DevOps Security Coding. Yəni ki, bunu həmişə yadınızda saxlayın ki, DevSecOps düşüncəsi yalnız budur. Security by design. Yəni ki, bunun haqqında belə düşünülür. Yəni bunları bilmək, sadalıqlarını bilmək həqiqətən də önəmlidir. Yəni ki, bilsəniz daha yaxşı olar. Mən hərdən tələbələrimə deyirəm ki, mən sıfırdan öyrənmək istəyirəm. Deyirəm, adam heç nə bilmir. Deyirəm, bax, sən bilməlisən, ən azından helpdesk bilməlisən nədir, Windows bilməlisən nədir, Linux bilməlisən nədir, network bilməlisən nədir, DevOps bilməlisən nədir, cyber security-nin fundamental hissəsini bilməlisən nədir və sonunda DevSecOps. Yəni ki,
Kimisə bura qədər hansısa bilikləri varsa, yəni ki, aydın məsələdir ki, oradan da başlaya bilər. Bu qədər. Suallarınız olsa kommentlərdə qeyd eləyin. Sizə dəstək olacağım suallarla bağlı. Hamınıza uğurlar, minnətdaram sizə.